Niyə Azərbaycanlılar üçün Houstona gəlmək daha əlverişlidir? Houston şəhəri Amerika həyatına başlamaq üçün bir çox perspektivdən əlverişlidir. Çünki Houstonda Azərbaycanlı cəmiyyət əlindən gələn qədər dəstək olur. Mənə şəxsən deyə bilərəm ki, Amerikaya yerləşdiyim ilk zamanlar olaraq ciddi dəstək olub. Bunun mənəvi tərəfləri var, bura inteqrasiya baxımından. Bundan başqa da Amerikaya gələn hər bir Azərbaycanlı üçün mütləq şəkildə burada kimsə tanımalıdır. Bu önəmli bir faktordur, çünki burada hər bir şey tamamilə Azərbaycan standartlarından fərqlidir. Məlumatsız bir şəxs hər hansı bir ştata gəldikdə, o normalda kiminsə yanına gəldikdə bir aya keçəcəyi yolları tanımadığı, heç kim olmadığı şəraitdə gəldikdə 6 aya bir ilə keçir. Və təbii ki, maddi olaraq da daha çox xərclər çıxır burada. Bütün həyata başlamaq üçün nələr vacibdirsə, onları əldə eləmək mütləq şəkildə sənə kimsə istiqamət verməlidir. Təbii ki, Cənub ştatları Şimal ştatlarına görə həyat yaşayışı baxımından nisbətən ucuzdur. Ərzaq olsun, kirayə evlər olsun, benzin olsun, digər zəruri olan insan üçün vacib olan amillər biraz ucuzdur ora baxdıqda. Burada Azərbaycan American Cultural Alliance deyilib, təşkilatımız qurulub, 15 ildən çoxdur fəaliyyət göstərir. Bu təşkilatın nəzdində bütün buradakı həm mədəni, həm dini, həm bütün tədbirlərimiz o təşkilat vasitəsilə keçiririk. Və buradakı icma da sağ olsunlar çox ciddi şəkildə iştirak edirlər. Eyni zamanda da məktəbimiz var təşkilatın nəzdində. 2011-dən bəri var. Arada bir il pandemiyaya görə olmadı. Amma ondan sonra fəaliyyət göstərir. Azərbaycan dili və ədəbiyyatı bəzi vaxtda Azərbaycan tarixi dərsləri keçirilir. Hal-hazırda bu ilki məsələn dərslər onlarda Azərbaycan dili ədəbiyyatı, Azərbaycan coğrafiyası və mədəniyyəti bu keçirilir. Onun xaricində də klub dərslərimiz var, futbol var, şahmat var. Həftənin bazar günləri weekend school deyirlər, həftə sonu məktəbi. O dərsləri keçirik. Bu şəkildə bunun xaricində əsasən böyük tədbirlərimiz var. Hansı ki, Həmrəylik bayramı var, Yeni il bayramı var. Ondan sonra Novruz bayramı var. Novruz bayramını ümumən buradakı digər türk dilli ölkələrin nümayəndələri bərabər keçirdirik festival şəklində. Bu il olmadı, çünki mart ayı Ramazana düşdüyünə görə çox olmadı, yəni çox adam gəlmədi. Amma belə bütün bayram tədbirləri var. Yəni Müstəqillik bayramı, ondan sonra bunların bəziləri bayram şəklində salonda böyük tədbir şəklində keçiririk, bəzilərində piknik şəklində keçirdirik. İnsanlar da gəlir. Məsələn, ən sonki tədbirdə 250 nəfər civarında adam gəlmişdi. Bizim bordumuz var, bir executive bordumuz var, AAC-in. Onun da tərkibində komitələrimiz var. Məsələn, təhsil komitəsi var, outreach komitəsi var. Məsələn, outreach komitəsinin əslində işi maddi olaraq bizə bir fond təşkil eləməkdir. Yəni kənardan maddi bir dəstək təmin eləməkdir. Məsələn, təhsil komitəsinin işi məktəbin fəaliyyəti, onun davam etdirilməsi, dərslərin təşkili, hər şeyi onlar var. Yəni komitələr var. Bu komitələrimizdə qadınlar, kişilər bərabər fəaliyyət göstərirlər. Əslində hamısında da var, çoxsunda. Məsələn, bir bayram tədbiri keçiriləcəksə, onlar üzərinə götürür. Bir komitənin içində 4-5 nəfər var. Onlar üzərinə könüllü, bunlar hamısı könüllü eləyirlər. Yəni fəaliyyəti göstərən insanlar hamısı könüllüdürlər. Onlar götürürlər, təşkil edirlər, əvvəlcədən elanlarını hazırlayırlar, insanlara göndərirlər. Müəyyən insanlar var ki, Azərbaycanlı ailələr var, donorluq edirlər, maddi olaraq dəstək verirlər. Bunun xaricində də olunan tədbirlərdə də biz maddi olaraq, məsələn, bir qeydiyyat məbləğ alırıq, ona görə də tədbiri keçirdirik. Yəni yenə də insanlar özləri öz pulunu verir. Heç bir dövlət və ya heç bir qrant şəklində heç bir yerdən gəlirimiz yoxdur. Başqa bir gəlirimiz yoxdur. Tamamilə buradakı yerli Azərbaycanlı ailələrin dəstəyi ilə fəaliyyət göstərən bir qurumdur. 15 ildir də bu şəkildə davam edir. Bundan sonra da inşallah belə davam edəcək. 2020-lərə qədər bura əsasən ziyalı təbəqə gəlirdi. Yəni neft, qaz sənayesindən bağlı, Azərbaycan neft qaz sənayesində çalışan insanlar bura
köç edildilər, burada şirkətlərdə çalışırlardı. 2020-ci ildən sonra demək olar çoxluq təşkil etməyə başladı. Bütün müxtəlif sahələrdə çalışan azərbaycanlılar bura köç etməyə başladılar. Hal-hazırda təxmini, səhv edə bilmirəm rəqəm, amma 2500-ə yaxın azərbaycanlı Houston şəhərində yaşayır. Hətta elə rayonlar var ki, 10 mayl, 20 mayl arealda 50 ailəyə rast gəlmək olar bu Houston daxilində. Elə yaşayış kompleksləri var ki, Sugarlanddə, Katy'də, onun üzərində, 15-in üzərində Azərbaycan ailələr yaşayırlar. Bu da təbii ki, çox əlverişli onların bir-birinə dəstək olması, uşaqların bir-birlə qaynayıb qarışması, bir-birinə digər sahələrdə yardım etməsi. Bu, düşünürəm ki, Amerikaya köç edən hər bir ailə üçün çox vacibdir və onların özlərinin yol müəyyən etməsi üçün gələcəkdə yaxşı rol oynayır, yaxşı yardım edir, belə deyək. Böyük şirkətlərin mərkəzləri burada yerləşir. Təbii ki, Bakı da neft şəhəri olduğu üçün qardaşlaşmış şəhərdir. Bunun da təbii ki, rolu vardır ki, 90-cı illərdə Azərbaycanlılar Houstona gəlib, neft sənayesində çalışsınlar və öz karyeralarını burada davam etdirsinlər. Elə Azərbaycanlılar var ki, təsadüfən biz rast gəlirik şəhərdə. Onlar 20 ildir, 25 ildir Houstonda yaşayırlar. Yəni bunlar məhz həmin 90-cı illərdə, 2000-ci illərin başında o neft sənayesi ilə bağlı bura köç edib neft sektorunda çalışan həmvətənlərimizdir. Houstonu cəlbedici eləyən məqamlar var. Bunların içərisində məncə ən birincisi Amerikalıların diversity'dir, yəni müxtəliflikdir. Yəni burada dünyada nə qədər xalq varsa, hər bir xalqın nümayəndəsindən yaşayır. Burada bütün xalqların restoranlarını tapmaq olar. Ərzaq baxımından Amerikanın bir çox ştatlarından tapa bilmədiyin ərzaqları buradan tapmaq olar. Hava təbii ki, yay ayları biraz isti olsa, ümumi olaraq iqlim əlverişli hesab edirəm, mən özüm üçün deyim və düşünürəm çox insan üçün də əlverişlidir yaşamaq üçün burada. Bundan başqa bilirsiniz ki, Amerikada əmlak çox qiymətlidir. Yəni əmlak qiymətləri digər ştatlara nisbətən biraz aşağıdır. O da insanları cəlb edə bilər. Turistik baxımdan bura insanlar gəlir, xüsusilə yaz və payız aylarında ən çox gəlirlər bura insanlar NASA Space Center-ə gəlirlər, Steakhouse-lara gəlirlər başqa ştatlardan. Sonra bura Texasa məxsus hər il mart ayında Rodeo Show olur. Onunla bağlı çox turist axını olur hər il. Mən düşünürəm ki, hər bir Azərbaycanlı ailə bizim təbii ki, gözəl, dəyərli mental dəyərlərimiz var. Onları, dəyərlilərini seçib, Amerikanın da insanı irəli aparacaq təbii ki, bir çox dəyərləri var. Onları götürüb, mix eləyib, həm Azərbaycanlı, həm Amerikalı bir generation, nəsil yetişdirmək. Bunlar həm öz kökünə bağlı, həm də Amerikada böyüdüyü üçün Amerikalı kimi özünü hiss edə bilən. Bu məncə, bunu təşkil edə bilsək biz burada, düşünürəm ki, identity itməz. Birinci generation biz Azərbaycanlıyıq, ikinci generation, üçüncü generationlər biz bunları tətbiq edə bilsək, düşünürəm ki, bu bizim üçün də çox önəmlidir. İstəməzdik təbii ki, Azərbaycançılıq və bizim gözəl mental dəyərlərimiz yox olub getməsin. Biz vətəndən kənarda yaşasaq da, amma burada vətənlə yaşayırıq. Həqiqətən də bizim bütün düşüncələrimiz, xəyallarımız vətənlə bağlıdır. Hətta mən övladlarıma belə hər zaman aşılamağa çalışıram ki, siz gələcəkdə burada çox önəmli yerlərə gəlib, önəmli mövqelərdə olsanız belə, hər zaman vətəniniz üçün, millətiniz üçün çalışmalısınız. Qürurlandırıcı hallardan biri oldu ki, Qarabağ müharibəsi zamanında bizim xanımlarımızın o qədər gözəl əməkləri oldu ki burada və çox təqdirə layiq idi. Hətta bizim ev qadınlarımız vardı, ev xanımlarımız vardı ki, hansı ki onların körpə uşaqları var idi, çalışmaq imkanları yox idi. Onlar belə evdə öz əməkləri ilə şirniyyatlar bişirirdilər, yeməklər bişirirdilər və onları gətirib ictimai yerlərdə sataraq, parklarda və hər hansı bir Amerikalıların olduğu yerlərdə sataraq, onlardan əldə olunan məvacibi hamısını Azərbaycan ordusuna göndərdilər. Çox gözəl idi həqiqətən onları yaşamaq. Ayrıca olaraq da siz bilirsiniz ki, dil cəmiyyətdə mövcuddur. Yəni biz Amerikan cəmiyyətində yaşadığımıza görə bizim uşaqlarımızın ana dilinin qorunması, onu eyni zamanda inkişaf elətdirməsi ilə bağlı bizim sıxıntılarımız olur. Çünki zamanların çoxunu bizdən keçirtmirlər. Daha çox məktəbdə keçirirlər, Amerikan mühitlərində keçirdirlər. Burada böyük iş yenə də xanımlarımıza düşür ki, onlar öz övladlarına hər zaman ana dilini öyrətməklə bağlı. Mən görürəm, ətrafımda da var çox xanımlarımız ki,
öz dilimizi qorumaq üçün, ana dilində danışmaq üçün uşaqların üzərinə çox əmək sərf eləyirlər və buna çox sevinirəm həqiqətən. Öz ana dilinin itirilməsinin qarşısını alıb onun üçün çalışırlar və hansı ki burada da başqa problemləri, sıxıntıları var. Yenə də yəni bu təqdirə layiq bir haldır. Övladlarımın gələcəkdə burada önəmli bir öz dünya görüşləri formalaşandan sonra düzdür, təbii ki biz təbliğ eləyirik, əlimizdən gəldiyi qədər aşılayırıq. Amma buranın mühitinin də uşağa təsiri var. Və hər zaman içimdə bir qorxu var ki, nə zamansa mənim uşaqlarım Azərbaycandan uzaqlaşar. Amma ümid edirəm ki, uzaqlaşmaz. Yəni bu barədə biz nəyəsə nail ola bilərik. Bura gələcək hər bir azərbaycanlı birinci növbədə düşüncələrini və özünü bura hazırlamalıdır. Bunun başında təbii ki dil bilikləri gəlir və hər hansı peşəni bilmək. Çünki əgər gəlib burada təzədən hər şeyi sıfırdan başlayaraq bir sahəyə əziyyət çəkmək istəmirsə, bu zaman alır. Düşünürəm ki, bir peşəni öyrənib gəlmək onlar üçün daha rahat olar ki, Amerika inteqrasiya eləsin.